Hazırlayacağı zirehli texnikanın dünya miqyasında tanıdılmasını arzulayır. 14 yaşlı yeniyetmənin hazırladığı hərbi və kənd təsərrüfatı texnikaları hər kəsin marağına səbəb olub. Gələcəkdə arzusu qeyri-adi zirehli texnika hazırlamaqdır. Sujetimizin qəhrəmanı 14 yaşlı Ayxan Həsənli Astarada yaşayır. 6-7 yaşından kənd təsərrüfatı texnikalarına böyük maraq göstərib. Buna səbəb əmsinin traktoru olub. O əmsində traktoru görüb, onun kiçik maketini hazırlamağa başlayıb. Bunun üçün kağızdan texnikanın çertyojunu çəkib yapışqanla yapışdırıb. 2020-ci ildə Azərbaycanın qazandığı zəfərdən sonra Ayxan tank düzəldib. Ağzında eskalator yığıram. Bunun şeyləri mən yığmışam. Gördüyünüz kimi. Bunun üstünü plastikdən yığacam. Və eskalatora oxşayacaq. Çalışsıncadır. Çalışsıncadır. Plastikdən əmələ gələr. Onun üstü plastikdən olacaq. Yəni pultla işləyəcək. Bunlar səhvdir. Azılmış səhvdir. Burada təkərlər var. 4 dənə balaca təkərdir. 2 dənə də burada təkər var. 2 dənə də burada var. Burada da köpşik tahtalardan, düz tahtalardan əmələ gətirmişəm. Burada da 2 dənə motor var. Bəli, burada. Sonra da burada şestillər var. Burada da şestillər var, belə. Bunu işlətmək üçündür. Bu da şeydir, eskalatorun üstünü döndürmək üçündür. Şestilləri zaten əmələ qoymuşam. Üstü lak olacaq. Plastiklər düzəltdikdən sonrası üstü sarı olacaq. Atası deyir ki, Ayxan uşaqlıqdan texnikalara böyük maraq olub. Texnika görəndə qaçıb ona baxırdı. İstəyərdi həmin texnikanın kiçik formasını düzəltsin. Son 5 ildir ki, kardonla texnikalar yığmağa başladı. Uşaq texnikalar, kənd təsərrüfat texnikaları, hərbi texnikalar düzəldir. Yəni bundan sonra da yenə də düzəldir də, istəyir də. Yəni buna həvəslidir, buna çox həvəsi var. Bunu düzəltməyin, texnikanı düzəltməyinə. Yəni biz də istəyərdik ki, bu texniki məktəblərdə bir dəstək olsun ki, bu uşaq biraz da irəliləsin, yəni mənəvi dəstək olsunlar. Bunun polt sistemi bir dənə də motorunu gətizdirik, sifarişlə gətizdiririk, qalanını hamısını özü eləyir. Yəni nəzik taxtalarla, kardonla, plasmasla istifadə eləyir, yəni yığılmış sxemini, şestrinalarını gətizdirir, şestrinaların bəzilərini özündən tapır, burada tapır, bəzilərini gətizdirir. Yəni lazımlarını belə də, yəni. İstihada uşaqda, yəni uşaqlıqdan, yəni 7-8 yaşından, yəni bu düzəldirdi özü üçün, yəni məşğul olur, cızır, maqara eləyirdi, yəni düzəldirdi, çəkirdi, düzəldirdi. Ondan sonra başladı, 5-6 illər tam sərbəst bunları düzəldir. Hərbi texnikaları üstünlük əsasında vermək. Yəni elə də bir şey düzəltmək istəyir ki, yəni qeyri-adi özündə olsun, hərbi texnika əsasında özündə bir şey olsun, özü yaratsın ki, onu yəni olsun bir nömrə. Hazırda onun arzusu robot texnika məktəbinə qəbul olmaq və elə bir texnika düzəltməkdir ki, bir dənə özündə olsun. Gələcəkdə isə həmin texnikanı dünya miqyasında tanıtmaqdır. Müəllimlər də Ayxanın digər həmyaşıdlarından fərqləndiyini bildirir. Qeyd edək ki, bugünə kimi Ayxanın düzəltdiyi texnikaların sayı 20-yə yaxındır. Bir texnikanın hazırlanmasına 10-15 gün vaxt sərf olunur.